Herkese salam. Növbəti faydalı videoma xoş gəlmisiniz. Bu videomda sizə vacib və bir çox insan üçün lazım ola biləcək bir mövzunu izah edəcəyəm. İstehsalat zədası haqqında arayışın onlayn şəkildə necə əldə olunması. Bəzi hallarda iş zamanı baş vermiş istehsalat zədələri ilə bağlı rəsmi arayış tələb olunur. Xüsusilə də dövlət xidmətlərinin elektronlaşdığı indiki dövrdə bu prosesin onlayn şəkildə həyata keçirilməsi həm vaxta qənaət edir, həm də prosesi daha rahat edir. Bu videoda sizə addım-addım sadə və aydın formada istehsalat zədəsi haqqında arayışı internet üzərində necə əldə edə biləcəyinizi göstərəcəyəm. Hansı bölmələrə daxil olmaq lazım olduğunu, müraciətin necə edildiyini və diqqət edilməli məqamları birlikdə nəzərdən keçirəcəyik. Əgər siz də bu arayışı problemsiz və düzgün şəkildə əldə etmək istəyirsinizsə, videonu diqqətlə izləyin. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. MyGov axtarış yerinə MyGov ID yazırıq. İlk çıxan yazıya toxunuruq. Yuxarıda sol tərəfdə MyGov ID yazılan yerə toxunuruq. Sağ tərəfdə yuxarıda daxil olun yazısına toxunuruq. Buradan da birinci növbədə şəxsi kabinetə daxil olmaq lazımdır. Mən MyGov proqramından daxil olacağım. Əgər sizdə yoxdursa, digər üsullar seçirsiniz. Buradan sima imza ilə, asan imza ilə və identifikasiya nömrəsi, yəni şəxsiyyət vəsiqəsi məlumatlarıyla sistemə daxil ola bilərsiniz. Mən MyGov proqramını açıram. Ekrandakı QR kodu telefonumla skan edirəm. İcazə verirəm. Və anında mənim səhifəmə daxil oldu. Buradan birinci yazıya MyGov yazan hissəyə toxunuruq. Daxil olun yazısına toxunuruq. Deməli, sol tərəfdə yuxarıda ana səhifə baxırsınız yazılan və xidmətlər yazılan bölmə var. Xidmətlər yazılan hissənin üzərinə gələndə qurumlar baxırsınız. Qurumlar yazılan yerə toxunuruq. Deməli, istehsalat zədəsi haqqında arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ediləcək. İkinci yazılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yazılan hissəyə toxunuruq. Aşağı düşürük. Baxırsınız, istehsalat zədəsi haqqında arayış. Bu yazıya toxunuruq. Müraciət et yazısına toxunuruq. İndi bu hissədə diqqətli olun. Lazım məlumatları düzgün əlavə etmək lazımdır. Deməli, istehsalat zədəsi haqqında arayış. Arayışın təyinatı yazılan hissənin üzərinə gəlirik. Burada arayışı hansı məqsəd üçün alırsınızsa, onu qeyd etmək lazımdır. Viza almaq üçün, kredit almaq üçün, ipoteka krediti almaq üçün və yaxud da digər. Mən digər üsulları seçirəm. Deməli, sənədin etibarlılıq müddətini özünüz təyin edirsiniz ki, həmin arayış hansı müddətə qədər qüvvədə olsun. Məsəl üçün, bu günləri ayın 13-ü mən bugün üçün qüvvədə olsun deyirəm. 13.05.2026. Aşağı hissədə arayışın təqdim olunacağı yer. Əgər ünvanlı yazılan yeri seçirsinizsə, deməli, konkret hansı qurum sizdən arayışı tələb edirsə, həmin qurumun adını bu hissəyə yazmaq lazımdır. Əks halda ümumi seçə bilərsiniz.
Aşağıda əlaqə məlumatları olan bölmədə avtomatik olaraq sizin məndən indi sistemdə mənim nömrəm olduğu üçün avtomatik bu hissədə qeyd olunur. Əgər sizdə deməli qeyd olunmasa, özünüz öz telefon nömrənizi əlaqə məlumatları olan hissəyə qeyd edirsiniz. Aşağı hissədə elektron poçt ünvanı mütləq qeyd edilməlidir. Və bütün məlumatları deməli lazım bölməyə əlavə edəndən sonra təsdiqlə yazılan hissəyə toxunuruq. Budur. Arayış uğurla yaradıldı və yükləndi. Deməli, kompüterlə daxil olmuşsunuzsa, avtomatik olaraq arayış yuxarıda PDF formata kompüterə yüklənir. Əgər telefonla daxil olub arayışı əldə etmişsinizsə, telefona PDF formatda arayış yüklənir. Deməli, həmin arayışı PDF formatda lazım olan qurumada göndərə bilərsiniz və yaxud da kserokopiya olan yerlərdə deməli PDF formatı təqdim edirsiniz, göndərirsiniz onların kompüterinə. Onlar sizə A4 formatında, yəni sizə arayışı çıxardıb kağız formatda verirlər. Deməli, istehsalat zədəsi haqqında arayışın onlayn əldə edilməsi videosu bu qədər. Ümid edirəm ki, bu videom sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.